Müəllimə, çox adam yarpaq dolmasına sarımsaq vurur. Bu düzgündür, yoxsa yox? Zövqlər müxtəlifdir. Amma yayda, yazda, indi yarpağın çıxan vaxtıdır. Yəni biz dolmaya o qədər çox vurmuruq axı. Məsələn ki, 1 kilo ətə bir dəstə keşnişli, bir dəstə şüvitli, bir dəstə kəvərdi, bir dəstə nanədir və bir qıça yaşıl sarımsaqdır. Yəni balaca boyda vururuq ki, yaz abu havası, həm də sarımsaq özünüz bilirsiniz, xeyirli bitkidir də, yəni mədə bağırsağa çox xeyri var. Bu sarımsaq məsələsini belə deyək də, müzakirə eləyəndə zövqə görə vura da bilərsən, amma əslində vuranda daha xoş olur, daha gözəl olur, daha qəşəng, bəli, daha xoş da olur. Amma buna sarımsaq vurub qoyuruq bişir, gözəl ətir verir. Amma Gürcü xəngəlində çox müzakirə edirlər. Orijinal Gürcü xəngəlinin ətinin içində sarımsaq olmur. Xeyr, sarımsaq, deməli, ətə sarımsaq vururuq, suyla olan ətin içində, xəngəlin içində. Girir qaynar suya və onun içində pis qoxu yananır. O başlayır qaynar suya qaynanır, pis qoxu yananır. Biz onu çişdəkdə o pis qoxu verir. Yəni onu çox müzakirə edirlər. Onu bilsinlər və yəni yaddaşır. Yox sarımsaq, ximelli sunelli vurulur zövqə görə. Özü ximelli sunelli yox, zirə vurulur. Gürcü xəngəlində ətinə zirə vurulur, ximelli sunelli yox. Bir də sarımsaq. Yenə də deyirəm, yarpaq dolmasına çox qəşəng ətirdir. İndi özünüz görürsünüz. Yəni bu ətin bir dənə zəhmət olmasa indi uşaqlara bölüşdürmüşük. Uşaqlarımın əl işlərində çəkib. Hə. Bir dənə bunun qoxusuna bax, zəhmət olmasa cəlbə mənim. Heç hiss olunmur. Hiss olunmur. Çünki az vurulur. Yəni o svejiniz, sağlamlıq üçün, özünüz bilirsiniz, mədə bağırsağı çox xeyirlidir. Tembolda yaşıl olan. Restoranda işləyən bir aşpaz, yeni aşpazlarımız vura bilər, vura bilməz. Müştəri ondan narazı olmaz iyinə görə. O az bir miqdarda vurulur, bilinməyən dərəcədə vurulanda problemi yoxdur. Amma çox az sarımsağı vuranda, çox kəskin o vurulur. Mən özüm şahidi olmuşam, restoranda dolma pişirəndə mən 2 diş sarımsaq vurdum. Düzdür, dolmada bilinmədi, ancaq ona gözəl təravət verdi, gözəl ətir verdi. Heç kim hiss eləmədi, ancaq gözəl bir ətir verdi, onu heç kim tuta bilmədi. Bir də çox ləzzətlidir, bilmədən sarımsaq vurulur. Təşəkkür edirəm müəllimə, minnətdarım. Bir də bişirəndə dolmanın, dədə-baba qaydası ilə sümüyü deyirik, quzunun sümüklərindən, tikələrindən o qazanın altına yığırıq və dolmaları onun üstünə yığırıq. Kəf eləməsin deyənlər, dolmanı biz qazana yığdıqdan sonra ağzına tareyata qoyuruq, üzərinə soyuq su alırıq, qazanı tərp edirik və o suyu süzürük. Sonra ağzında tareyata var, düşməsin, tökülməsin, qapağı yox, limçə tareyata. Dolma ilə bir yerdə təmasda olsun, yəni söykən sonra ki, dağılmasın. Sonra tezdən təmiz su alırıq və ərinməmiş kərə yağı. Yəni qazanın ölçüsünə görə 50 qram da ata bilərik, 2 kilo ətdirsə 100 qram, 150 qram kərə yağı atırıq, suyunu əlavə edib qoyuruq vandan bişməyə. Kərə yağı ona həm yumşaqlıq, həm də hafiflik, belə yüngüllük getirir. Əlin altında quyruq yoxdur, 200 qram, 250 qram əriməmiş şit yağı qarışdırırsan, həm onun effektini verir quyruğun. Çox adam quyruğun iyi xoşlamır. Ancaq o da yumuşaq edir, yağlı edir, heç quyruqdan geri qalmır. Yağı ətin özünə də vurub qarışdırırıq, o anlamla dedik. Çox qəşəng yağ. Təşəkkürlər, çox sağ olun. Buyurun, buyurun.